Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 8-ci sinif mövzusu olan romb, rombun xassələri və bir də kvadrat və onun xassələri mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl uşaqlar belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda 8-ci sinifə aid həm qısa videolar, həm də geniş şəkildə mövzu izahları paylaşılır. Əgər siz də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Keçən mövzunun izahına. Uşaqlar, biz indiyə kimi paralleloqramdır, düzbucaqlıdır, bunları öyrəndik uşaqlar. Bəs rombda necə olacaq? Rombda uşaqlar, ümumilikdə romb uşaqlar bütün tərəfləri bir-birinə bərabər olan bir fiqurdur uşaqlar. Bütün tərəfləri. Baxın, və həmçinin də paralel olacaq uşaqlar. Rombun bütün tərəfləri bir-birinə bərabərdir və paraleldir. A. Uşaqlar, paralleloqramdakı xassə var idi. Bir tərəfinə bitişik bucaqlar nə olurdu? Kongruent olurdu, yəni bir-birinə bərabər olurdu. Onda mən bucaq A ilə bucaq B-nin cəmini nə deyə bilərəm? 180 deyə bilərəm. Sonra bucaq A ilə bucaq D-nin cəminə 180 deyə bilərəm. Bucaq B ilə bucaq C-nin cəminə 180 deyə bilərəm. Bucaq D ilə bucaq C-nin cəminə 180 dərəcə deyə bilərəm. Yəni bir sözlə iti ilə koru görürüksə həmişə 180 olacaq. Bu paralleloqramda olan xassəyə bənzər uşaqlar eynidir. Və qarşı bucaqlar həmişə bir-birinə bərabər olacaq. Bucaq A bərabərdir bucaq C, bucaq A və bucaq B bərabərdir bucaq D şəklində olacaq uşaqlar. Bu oldu bizdə rombun bu xassələri. İndi gəldi uşaqlar, bəs yaxşı diaqonalla olan xassələrinə baxaq. Biz bilirik ki, bütün dörd bucaqlarda diaqonal anlayışı var idi uşaqlar. Bəs yaxşı diaqonalda bəs necə olacaq? Uşaqlar baxın, əgər bizə bir romb verilibsə, bu rombun uşaqlar iki diaqonal olacaq. Biri böyük diaqonal, biri kiçik diaqonal. Əgər uşaqlar iti bucaqlardan keçirsə, baxın bunlar böyük diaqonaldır. Kör bucaqlardan keçirsə isə kiçik diaqonal adlanacaq. Uşaqlar birinci xassəmiz diaqonallar tənböləndir. Tənbölən. Nə idi uşaqlar tənbölən? Bucağı yarı bölürdü. Alfa, alfa. Bax uşaqlar burada alfa, alfa olacaq. Bu bucağı da beta, beta. Bu bucağı da beta, beta şəklində neynəyəcək uşaqlar? Böləcək. Bu oldu bizdə bu şəkildə belə. Və uşaqlar diaqonallar kəsişdiyi yerdə 90 dərəcə əmlə gətirməlidir. Bunu da yaddan çıxartmırıq. Və bir də uşaqlar bizim bu diaqonallarımız kəsişdiyi yerdə iki bərabər hissəyə bölünəcək. Yəni bölündüyü hissələr bir-birlərinə nə olacaq? Bərabər olacaq. Bu oldu bizdə rombun xassələri. İndi gəlin sualları işləməyə çalışalım. Uşaqlar, baxın, 7-ci sualda bizə deyir ki, belə bir romb çəkilib uşaqlar. Kitabdakı kimi çəkməyə çalışıram. L, M, P və N'dir uşaqlar. Bizə deyir ki, baxın, M, L, N, hanı M, L, N və bu bucaqdır uşaqlar. Bu bucaq deyir ki, L, M, P-dən, yəni bu bucaqdan, baxın, yəni bir sözlə uşaqlar, baxın, bu bucaq, bu bucaq. Bu bucaqdan 2 dəfə böyükdür. Bax elədir də, yəni baxın uşaqlar, mən bunu 2-yə bölmüşəm ki, bu bucaq alınıb. Əgər mən bura bir x desəm, buraya nə olmalıdır? 2x olmalıdır. Onu mən bunu taparam da uşaqlar, x üstə gəlsin, 2x bərabər nə olar? 180 dərəcə. Buradan 3x bərabər 180, buradan da x də bərabər nə oldu? 60. Demək, bura 60-dır, burada nə olacaq? 120. Onda burada 120 olacaq, burada 60 dərəcə olacaq uşaqlar. Məsələn, bizə hansı bucaqları tapdıq? Bütün bucaqlarını tapdıq. Məsələn, indi uşaqlar, baxın, burada diaqonallar çəkilib. İndi gəlin bunu diaqonalla çəkəyim. Biz artıq bunu bildikdə hansı olduğunu, gəlin diaqonalları çəkəyim və bizdən istədilən bucaqları yazalım uşaqlar. Baxın, burada N. Bura bir diaqonal, burada bir diaqonal. Uşaqlar, baxın, bu normalda 60-dır. Nə olur? 30-30 bölünürmü? Burada 30 olmalıdır. Uşaqlar biz bunu bilirik. Burada 120 ise 60-60 bölünəcəkmi? 120 də bayaq tapdığımız üzrə 120 olmuş değil mi uşaqlar? Baxın burada 120 ilə 60. Uşaqlar baxın bizə deyir ki birinci variantda nəyi tapdırır bizə? Deyir ki M, P, L. Hanı? M, P, L. Baxın gəlin bunu rənglə göstərəcəm uşaqlar sizə. Fərqli rənglə göstərin baxın. Və bu bucağı soruşur bizdə. Bu bucağı neçə dərəcədir? 30 əla. Deməli bura 30-dur uşaqlar. Yaza bilərəm, bura 30 dərəcə yazarım, üstünə yazıram elə. Sonra buranı silirəm. Bizə deyir ki, uşaqlar, nə deyir sonra?
MLN. Hanı MLN. MLN. Bura neçə dərəcə olmuşdu uşaqlar? 60. Hə, deməli bura 60 oldu mu? Bəli. Keçdik silək buranı. Sonra deyək ki L, M, P-ni L, M, P. Neçə dərəcə oldu uşaqlar? 60 neçə oldu? 120 dərəcə. Sonra PN. Uşaqlar baxın MN. MP-ni verib bizə. M-dən P-yə qədər nə qədərdir uşaqlar? Bura 12-dir. İndi baxın uşaqlar, baxın. Bura 12, onda buralarda 12 olmalıdır. Burada 12, burada 12 oldu. İndi baxın uşaqlar, burada bir dənə baxın, bura 60. Bax, üçbucağa baxaq. Gəlin bir dənə buranı rəngləyim mən. Baxın, bu üçbucağa baxsaq uşaqlar. Baxın, bu üçbucağa bir dənə baxın. Bu üçbucağın bu bucağı 60-dır. Bu bucağı da 60 və bu bucağı neçə dərəcədir? Burada 60 deyil. Bütün bu tərəfləri 60 oldu. Deməli, burada bərabər necədir? Bərabər tərəfli üçbucaq. Deməli, onda burada 12 olmalıdır. Baxın, 12, 12 isə burada 12 olmalıdır. Hə, bizə deyək ki, MN-i tap. MN-də neçə oldu uşaqlar? 12 oldu. Bu şəkildə tapa bilərik. Sonra gəldik 8-ci suala. Baxın, uşaqlar, burada da yenə bizə rombu verib uşaqlar. Belə bir rombdur və bizə bucaqların da buranı verib 27 olduğunu. Hə, bura 27 isə burada 27 uşaqlar. Onda buralar da 27 olmalıdır hökmən. Uşaqlar, baxın, 27 neçə elədi? 54. 180-dən 54 çıxmışsa bura 126 elədi. Bax, bura 126. Onda bura neçə olur? 63 olur mu? 126-ı 2-yə bölməliyəm də. Hə, burada 63, burada nə oldu? 63 şəklində olacaq. Əla. İndi uşaqlar, baxın, bizə bu bucaqların hamısını tapdıq. Gəlin baxaq görək. P, R, S və T. Bu şəkildə olmalıdır. İndi bizə nə deyir uşaqlar? Deyir ki, R, P, K-nı tap. Hanı? R, P, K. R, P, K. K da buradır uşaqlar. Buranı da izləyir. R, baxın, R, P, K. Buranı izləyirik. Bura neçə oldu? 27 dərəcə. Əla, bura 27. Sonra bizə deyir ki, buranı silirəm. P, T, S. Hanı? P, T, S. P, T, S. Bura neçə olur? 63 dərəcə. 63. Sonra P, T, K. P, T, K. Baxın uşaqlar. Buranı silək. P, T, K-nı. Buranı tapdıyır. Burada 63 olacaq. Əla. Sonra uşaqlar, baxın, bizə deyək ki, ikinci hissəsində deyək ki, PK ilə KS bir-birinə bərabərdir. Mən bunları bilirəm. Bura ilə bura bir-birinə bərabərdir və bunları da veribdir. Onda mən nə edərəm? Buradan yazıram ki, 3n üstə gəl 2 bərabərdir 5n minus 2-yə. Buradan 3n minus 5n bərabərdir mənfi 2 çıxılsın 2-yə. Mənfi 2n bərabərdir mənfi 4-ə. N də bərabər 2 oldu. N 2-dirsə uşaqlar, 3 vurulsun 2 üstə gəl 2 yazaram 8. Deməli, bura 8 oldu. Burada 8 oldu uşaqlar. 8, 8. Bizə deyir ki, PS-i tap. PS nə oldu uşaqlar? 16. PK-nı da tapdığı neçə? 8. Yəni, bu şəkildə olacaq uşaqlar. Gəldik kvadrat mövzusuna uşaqlar. Baxın, kvadratda uşaqlar, kvadrat düzgün fiqurdur. Niyə? Bunun həm bütün tərəfləri, həm də bütün bucaqları bir-birinə nədir uşaqlar? Bərabər. Bütün bucaqlar olacaq 90 dərəcə. Bütün tərəflərimiz A olacaq uşaqlar. Bəs yaxşı uşaqlar, bəs burada diaqonal anlayışı bəs necə olasıdır? Mən buradan çəkdiyimə görə, baxın uşaqlar, diaqonallar tənbülən olur. Burada 90 olduğuna görə buralar nə olur uşaqlar? 45 olacaq, elə deyil mi uşaqlar? Əla. Burada 90-dır. Onda uşaqlar, baxın, mən bu diaqonal uzunluğunu necə taparam? 45 düsturu var idi uşaqlar Pifaqor teoremində. Baxın, düzbucaqlı üçbucaqda 45 qaydası necə idi? Tərəflər A-idisə, hipotenuz onu A vurulsun, kökətdə nə olurdu? 2 olurdu uşaqlar. Yəni, biz bu şəkildə tapa bilərik. Belə, kvadratda belə xüsusi şeylər yoxdur deyək ki, diaqonallar, bir də bir şey deyəm, onları demədim mən. Baxın uşaqlar, burada nə demədim mən? Diaqonallar, baxın, rombda olduğu kimi diaqonallar tənböləndir və kəsişdiyi yerdə 90 dərəcə altında kəsəcək uşaqlar həmişə. Bunu yaddan çıxartmır, rombla paralogramın bu xəstələri eyni olacaq uşaqlar. Bu 9-cu sualda deyir ki, bunları Venn diaqramında oxşar fərqləri yazın deyir uşaqlar. Bunu özünüz yazsaq çox gözəl olar. Belə. Nə deyir burada? Deyir ki, 10-cu suala baxağım. Deyir ki, elgün tərəflərinin uzunluğu 18 cm olan 4 bucaqlı şəklində taxta parçası kəsdi.
Bu taxtanın kısa şəkildə olduğunu əmin olmaq üçün daha hansı ölçülər yoxlaması lazım aşağılar? Uzunluğu tək 18 olması yetməz. Təbii ki, uşaqlar bucaqlar da eyni olmalıdır. Məsələn, bucaq 90 dərəcə olmasa romb olar da kəsdiyi fiqur. Romb olar. Elə deyilmi? Mütləq 90 dərəcə olmalıdır kənarları və bir də diaqonalları da uşaqlar bir-birinə bərabər olmalıdır. Diaqonallar bax buradan bura iki tərəf qarşı tərəf arasındakı məsafələr eyni olmalıdır uşaqlar. Əla, bu ikisi eynidirsə, onda biz buna kvadrat deyə bilərik uşaqlar. Sonra gəldi 11-ci sual. Deyir ki, rombun bütün hündürlükləri kongruentdir. Bəli, rombun 2 dənə hündürlüyü var və bir-birinə bərabərdir aşağılar. Biz bunu bilirik. Uşaqlar, baxın, rombda deyir ki, bizə kör bucaq verilib aşağılar. Bucaqlardan biri bura 120-dir. Onda bura nə olacaq? 60 olacaqmı? Mən bir dənə deyir ki, kiçik diaqonalı da kiçik diaqonalı 8-dir. Baxın uşaqlar, kiçik yox, mən A variantına baxırdım. Deyir ki, rombun bütün hündürlükləri kongruent olduğunu göstərir. Onu demədim. A variantını demədim. Uşaqlar, baxın. Niyə hündürlüklər bir-birinə bərabər? Baxın, mən buradan çəkdiyim hündürlüklə belə çəkdiyim hündürlük bir-birinə bərabər olmalıdır da. Məsafə olduğuna görə uşaqlar, baxın, bu xətlə bu xət arasındakı məsafələr bir-birinə bərabər olur. Niyə? Paraleldir deyə. Baxın, bu A ilə bu A bir-birinə paraleldir. Ona görə bu məsafələr də hökmən eyni olmalıdır. B variantında deyir ki, bucaqlarından biri 120 olan kiçik diaqonalı. Baxın uşaqlar, bucaqlarından biri verilib bizə 120-dir. Bu bucaq 120-dirsə uşaqlar, bura 60 olacaq. Və mənə deyir ki, kiçik diaqonal 8, bura 8-dir. Onda bura 120-dirsə 60-60 bölünəcəkmi aşağılar? Əla. Bura 60-60. İndi baxın, burada bir dənə bərabər tərəfli üç bucaq yarandı mı aşağılar? Bərabər tərəf şu an bütün tərəflər bərabər olmalıdır. Burada 8-dir, burada 8-dir. Onda perimetrimiz nə olar aşağılar? 4 dənə tərəf var və 4-də bir-birinə bərabərdir. Yəni 4 vurulsun 8. O da nə elədi cavabımız? 32 şəklində olacaq. Uşaqlar, baxın 11-in C variantında deyil, diaqonallar 12-16 olan rombun perimetrini və hündürlüyünü tapın. Uşaqlar, baxın, rombda belə bir gözəl qayda var ki, biz demişdik diaqonallar 90 dərəcə altına kəsir. Məsələn, mən sənə deyirəm ki, bura uzunluğu, bura kiçikdir, elə deyilmi? Kiçik diaqonallar. Bu diaqonal biri 12-dir, biri 6, 16. Onda bura 8 olur, bölünür də. Burada 6 olacaq. Əla. Uşaqlar, baxın, burada bir düzbucaqlı üçbucaq yarandı. 6, 8. Mən bu x-i tapmaq üçün nə edirəm? X kvadratı bərabər 6-nın kvadratı üstə gəlsin, 8-in kvadratına. Buradan x kvadratı bərabərdir 100. X də bərabər nə oldu uşaqlar? 10 oldu. Bura elədi 10. Bura 10 oldu, qutardı. Perimetri necə taparam aşağılar? 4 vurulsun, 10 şəklində olacaq. O da neçə elədi cavabımız? 40 elədi. Bəs yaxşı, hündürlüyünü bəs necə tapa bilərəm aşağılar? Baxın, diaqonallar verildiyi zaman gözəl bir dənə hündürlük düsturumuz var. Belə bir düsturda aşağılar. Bunu qeyd eləyərsiniz. Kitabımızda yoxdur. D1 vurulsun D2, bölünsün kök altında D1-in kvadratı üstə gəlinsin, D2-nin kvadratı şəklində olacaq. Yine getirip biz bunu yazsaq uşaqlar, 12 vurulsun 16. Buradan da yazıram ki 16'nın kvadratı üstə gəlsin 12'nin kvadratına. Ne oldu? 12 vurulsun 16. Burada da uşaqlar baxın. Bunları vuranda 256, 140'dır. Burada 400 eləyəcək. 400'dən kök neçə çıxarsa 20. Bura 12, burada 16. Hər tərəfini 4'ə bölsəm bura 5. Bura elədi 4. Bu da elədi 5'də 48. 48. 48 də 5'ə bölsək cavabımız eləcək 9,6. Belə, uşaqlar, baxın bu 12-ci sualda rombun falan qurulmasıdır. Diaqonallarına görə rombun qurulması, artıq onu özünüz oxuyarsınız. Yəni burada belə hesablayası bir şey yoxdur uşaqlar. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun, növbəti videolarda görüşmək ümidilə.